Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi 22 dekabr 2017-ci il tarixində 3 alpinistimiz faciəli şəkildə həlak oldular. Gilavar İdman Klubunun alpinistləri olan Neman Bünyətzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadə Quba rayonunun Xınalıq kəndindən Tufandağ zirvəsini fəth etmək üçün səfərə çıxmışdılar. 24 dekabrda artıq onlarla əlaqə kəsildi. Onlarla əlaqə saxlamaq mümkün olmayandan sonra artıq xilasedicilər işə başladılar. Sərhəd Qoşunlarının, Fövqəladə Hallar Nazirliyinin və Ekologiya Təbii Sərvətlər Nazirliyinin xilasediciləri işə başladılar. Lakin bir nəticə əldə olunmayandan sonra 6 yanvar 2018-ci ildə artıq əməliyyat dayandırıldı. Yəni onlar tapılmamış kimi qeydə alındı. Lakin sonradan əməliyyatları davam elətdirdilər və beləliklə 16 may 2018-ci ildə saat 18 radələrində xilasedicilər onların çadır qurduğu yeri müəyyən elədi. Bir neçə metr kənarda isə bir kişi meyidi aşkar olundu. Saat 19 radələrində isə bir kişi, bir qadının meyidi tapıldı. Lakin onların cansız bədəni tapılmışdı. Artıq onlar həlak olmuşdular. Nəzərinizə çatdırım ki, müəyyən olunmuşdur ki, onlar 2500 metr hündürlükdə olarkən böyük bir qar uçqununa rast gəlmişlər. Qar uçqununun hündürlüyü təxminən 4 metr müəyyən olunmuşdur. Beləliklə də onlar dünyalarını dəyişdilər faciəli şəkildə. Allah rəhmət eləsin, kanalıma abunə olmağı unutmayın.